Bir nəfər gəldi, Əli ibn Əbi Talib əleyhissalam xəlifə olan zaman gəldi, Həzrətin yanında qaldı bir müddət. Gördü, yox, buradan mənə bir şey çıxmır. Mənə bir var dövlət çıxa, mənə bir vəzifə çıxa, məni bir dəvət eləyərlər, bərli bəzəli süfrələrdə əyləşəm, qarnımı yağlandıralar, bığımı yağlayalar, Əlinin yanında belə şeylər yoxdur. Sübh axşamacan orucdur, axşam da arpa çörək, duz, su, belə geçsə mən azından öləcəm. Həyatım puça dönəcək burada. Neyniyim? Yavaş-yavaş gəlir, düşür bu biri tərəfə, maviyə tərəf. Görür, yox, bura yaxşıdır. Burada yemək var, içmək var, geymək var, məclislər var, keyf var. Deyir, elə bir müddət bunun yanında qalım, görün bunun axırı nə olacaq. Bunlar da gördülər ki, bir nəfər təzə gəlib, Əlinin yanında idi, gəlib düşüb bu tərəfə, buna biraz üz göstərdilər. Buna yemək verdilər, içmək verdilər, paltar verdilər, iş verdilər. Yavaş-yavaş hala gəldi bu. O doğurmuş adam görmüsünüz? Doğurmuş adamı gərək aparıb elə bir yerə salasan ki, o yer nə çox soyuq olmaya, nə çox isti olmaya. Çünki doğurmuş adam çox soyuqda da ölər, çox istidə də ölər. Qədim elənçi adamları aparıb tövləyə salardılar. Tövlə nə çox isti olmaz, nə çox soyuq olmaz. Özcə doğurmuş adamı qoymazlar yatmağa. Onu tez-tez dəbərdərlər ki, yuxu aparmasın. Yuxu onu aparsa day ayılmayacaq. Ondan görərsən 1 saat, 2 saat keçəndən sonra görərsən dəbərir. Gölü su istəyir. Acılığın başa düşür, yavaş-yavaş hala gəlir. Bu da Əlinin yanından o cür gəlmişdi. Buna üz göstərdilər. Yemək, içmək, paltar, buna iş, vəzifə. Yavaş-yavaş Maviyənin otağına ayaq açdı. Maviyənin otağına girmək olmazdı ki. Ha yavaş-yavaş Maviyə üçün ən yaxın adamlardan birinə çevrildi. Günlərin bir günündə Maviyədən bir söz soruşdu. Dedi ki, mənə bir hal çox qəribə gəlir. O da budur ki, bir zaman mən Əlinin yanındaydım. İndi gəlib düşmüşəm bura. Əlinin yanında olanda elə ki azanın səsi gəlirdi. İstəyirdim ki, durum ayağa, dəstəmaz alım, üzü qibliyə oturum, mənə bir ağırlıq gəlirdi. Elə bilirdim ki, bir dağı götürdülər, qoydular mənim çiynimə. Yük hiss eləyirdim özümdə. Durum ayağa, dəstəmaz alım, gözümə dururdu. Amma namazı qılıb qutarandan sonra dincəlirdim. Rahat olurdum. O rahat, ağırlıq məndən gedirdi. Bura gələndən o ağırlıq məndən götürülüb. Elə azan deyilcəyin, tez qaçıram, dəstəmazı alıram.